Əgər pensiyaların artmağını istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən rəsmi açıqlamaya əsasən, oktyabrın 20-sində ölkə üzrə bütün pensiya ödənişlərinin tam şəkildə yekunlaşdırılması planlaşdırılır. Bu addım dövlətin sosial siyasətində mühüm bir mərhələ olmaqla yanaşı, həm də vətəndaşların rifahına yönəlmiş ən vacib tədbirlərdən biri kimi qiymətləndirilir. Məlumatda qeyd olunur ki, həmin tarixdə təkcə əmək pensiyaları alan şəxslərin deyil, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik olan insanların da ödənişləri tam şəkildə icra olunacaq. Yəni istər uzun illər əmək fəaliyyəti nəticəsində pensiya hüququ qazanmış şəxslər, istərsə də sağlamlıq vəziyyəti, sosial statusu və ya digər hüquqi əsaslarla güzəştli qaydada pensiyaya çıxan insanlar dövlətin diqqət və qayğısı ilə təmin olunmuş olacaqlar. Nazirliyin açıqlamasında bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu bu prosesin problemsiz həyata keçirilməsi üçün qabaqcadan geniş hazırlıq işləri görüb. Bütün texniki sistemlər tam şəkildə sınaqdan keçirilib, banklarla əlaqələr gücləndirilib və ödənişlərin vaxtında və fasiləsiz həyata keçirilməsi üçün lazım olan bütün mexanizmlər aktivləşdirilib. Bu o deməkdir ki, oktyabrın 20-sində heç bir vətəndaş gecikmə ilə üzləşməyəcək, bütün pensiyalar vaxtında kartlara köçürüləcək. Mətbuat xidməti həmçinin bildirib ki, dövlətin sosial siyasətində pensiyaların vaxtında ödənilməsi ən prioritet məsələlərdən biridir. Çünki pensiya insanların gündəlik yaşayışını təmin edən əsas vəsaitlərdən sayılır. Əgər bu ödənişlər geciksəydi, minlərlə ailə maddi çətinliklərlə qarşılaşa bilərdi. Lakin son illər aparılan islahatlar və texnoloji yeniliklər nəticəsində artıq pensiyaların vaxtında ödənilməsi ənənəyə çevrilib. Əlavə olaraq, qurum vətəndaşlara müraciət edərək ödəniş günü bankomatlarda mümkün sıxlıqların yaranmaması üçün alternativ ödəniş vasitələrindən, o cümlədən onlayn bank xidmətlərindən istifadə etməyi tövsiyə edir. Çünki nağdsız əməliyyatlar həm daha rahat, həm də daha təhlükəsizdir. Bundan başqa, banklarla aparılan koordinasiya nəticəsində həmin gün ölkənin bütün bölgələrində kifayət qədər nağd vəsaitin bankomatlara yerləşdirilməsi təmin ediləcək. Dövlət Sosial Müdafiə Fondu bir daha vətəndaşlara əminliklə bildirir ki, pensiyaların ödənişi tam şəffaf qaydada aparılacaq. Hər bir vətəndaşın hüququ tam şəkildə qorunacaq və heç kim ödənişdən kənarda qalmayacaq. Nazirlik və fond nümayəndələri bu prosesin ədalətli şəkildə icra olunması üçün daim nəzarətdə olacaq və baş verə biləcək istənilən texniki problemə operativ reaksiya veriləcək. Bundan başqa, açıqlamada vurğulanır ki, dövlətin sosial siyasəti təkcə pensiya ödənişləri ilə məhdudlaşmır. Gələcəkdə pensiyaların indeksləşdirilməsi, məbləğlərin artırılması, müxtəlif sosial proqramların icrası da davam etdiriləcək. Bu baxımdan oktyabrın 20-sindəki ödənişlər dövlətin sosial öhdəliklərinin bir hissəsi olmaqla yanaşı, gələcəkdə daha da genişlənəcək sosial dəstək tədbirlərinin davamı kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, oktyabrın 20-sində həyata keçiriləcək pensiya ödənişləri ölkə üzrə 100 minlərlə vətəndaşın sosial təminatını möhkəmləndirəcək və onların gündəlik ehtiyaclarını qarşılamaqda mühüm rol oynayacaq. Dövlətin bu istiqamətdə atdığı addımlar vətəndaşların etimadını daha da artıracaq, sosial müdafiə sisteminə inamı gücləndirəcək və ictimai rifahın inkişafına mühüm töhfə verəcək.